Herkese salamlar, əziz 11-cilər. Bugün biz növbəti OTK sınağımızın izahına baxırıq. Deməli, bu sınağımız keçirilib 23 fevral 2025-ci ildə. Başlayaq. İlk sualda bizə deyir ki, yanlış fikri müəyyən edin. Alın müxtəlif nitq hissələrinə aid amonim söz hesab oluna bilər. Bu doğru fikirdir. Bir var alın insanın alını, bir də var alınmaq feili olar. Daha sonra dən çox mənalı olsa da amonim deyil. Bu elə səhv fikirdir. Çünki dən sözü amonim sözdür. Bir var, məsələn, quşlara verilən yemək mənasında. Digəri isə saçma dən düşdü. Bax, buradakı dən. Deməli, dən sözü amonimdir. Elə ikinci fikir 2 səhvdir. Cavabımız B bəndi olmuş oldu. C3-də deyir, deməli, uçmaq eyni nitq hissəsinə aid amonimdir. Bu doğru fikirdir. Məsələn, bir var, bina uçdu, yəni dağıldı. Bir də var, quş uçdu, yəni qanadlandı. Daha sonra əsər feil kimi amonim deyil, isim kimi amonimdir. Bəli, bu da doğru fikirdir. Əsər sözü isim kimi amonimdir. Məsələn, bir var bədii əsər, bir də var əsər əlamət mənasında. İz, ondan əsər qalmadı, iz qalmadı, yəni. Bu mənada. Qaldı ki, feil kimi işləndiyi məqamda isə o zaman artıq qrammatik şəkilçisi olmuş olacaq. Yəni külək əsər. Buradakı deməli zaman şəkilçisi olacaq, qeyri-qəti gələcək zamanın şəkilçisi, yəni qrammatik şəkilçisi olacaq. Və biz də bilirik ki, amonimlikdə heç bir halda qrammatik şəkilçisini nəzərə ala bilmərik. Amonimlik üçün sözün mütləq biz başlanğıc formasına baxmalıyıq. Daha sonra tut həm amonimdir, həm çox mənalıdır. Bəli, amonim kimi tut isim var. Meyvə mənasında, bir də tutmaq feili. Çox mənalı söz kimi isə biz tutu tutmaq feilin, yəni məcazi mənada işlədə bilərik. Məsələn, onun fikrini tutmaq, ağlında tutmaq və s. Keçirik ikinci suala. Deməli, evlərin qapısı açılır, adamlar yavaş-yavaş həyətə çıxırdılar. Doğrudan doğru fikri, yanlışdan isə yanlış fikri götürməliyəm. 2 qrammatik əsasdan ibarətdir. Gəl əvvəlcə bir cümləmizi təhlil eləyək. Açılır xəbərimiz, nə evlərin qapısı mübtədamız. Sonra çıxırdılar xəbərimiz, kimlər, adamlar mübtədamız, haraya çıxırdılar həyətə yer zərfliyimiz və yavaş-yavaş çıxırdılar, bu isə tərzi hərəkət zərfliyimiz. 2 qrammatik əsasdan ibarətdir. Bəli, qrammatik əsas bilirik ki, mübtəda xəbərdir. Bəli, 2 dənə mübtəda, 2 dənə xəbər var. Yəni bir doğrudur götürürəm. Sonra cümlələrin biri digərinə tabedir. Xeyr, bu tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlədə də tərəflərdən biri digərinə tabe olmaz. Adından da göründüyü kimi o tabeli mürəkkəb cümlədir ki, tərəflərdən biri digərinə tabe olar. 3-dən 4-dən isə mən yanlış fikri götürəcəm. Deyir, mürəkkəb cümlədir. Sadə cümləyə çevirmək mümkün deyil. Bu doğru fikirdir. Mən bunu sadəyə çevirə bilmərəm. Ona görə də 3-ü götürmürəm. 4-də isə cümlələrdən birinin mübtədası təsəvvür edilmir. Xeyr. Hər iki cümlənin görürük ki, mübtədası var yerindədir. Mübtədası təsəvvür edilməyən şəxssiz cümlə olar. Burada şəxssiz cümlə yoxdur. Cavabımız 1, 4. Doğrudan doğrunu, yanlışdan yanlışı götürdük. Keçirik 3-ə. Leksik və qrammatik normanın pozulduğu nümunəni istəyir bizdən. Deməli, bəzənib düzlərə çıxır əhali. Burada yalnız qrammatik norma pozulub, yəni inversiya var gördüyümüz kimi xəbər əvvələ gəlib. Başqa bir norma pozuntusu yoxdur. Sonra, deməli, paltarlar səliqə ilə asılqana düzülmüşdü. Burada isə bircə dənə, deməli, leksik normanın pozulması halı var. Yəni, paltarlar asılqana düzülməz, asılqandan asıla bilər. Yəni, söz yerində düzgün işlənməyəndə də leksik norma pozulub. C-də bir çox adam saçını qısa doğratdırır. Bir çox adam, biz belə bir qaydamız var ki, bir sıra və bir çox saylarından sonra gələn isim, yəni onlara aid olan isim mütləq cəmdə olmalıdır. Burada qoyursuz ki, təkdədir. Yəni burada artıq qrammatik normanın pozulmasıdır. Yəni şəkilçi ilə bağlı səhvlik. Burada lar olmalıdır. Burada olmalıdır adamlar. Sonra yəni qrammatik norma var, bir də saçını qısa doğratdırır. Saçı doğramaq olmaz axı, saçı qısa kəsdirir olar. Yəni söz yerində düzgün işlənməndə də leksik norma pozulub. Cavabımız C bəndi. Keçirik digərinə. Əmr şəklində işlənmiş feil hansı nümunədədir?
Kim bilir neçədir dünyanın yaşı, tarixin nə qədər yazısı vardır. Buradakı feilimiz bilir feilimiz bu xəbər şəklindədir. Çünki tərkibində zaman şəkilçisi var. Tərkibində zaman şəkilçisi olan bütün sözlər feilin xəbər şəklindədirlər. Feilin əmr şəkli olması üçün isə sözün ya kökünə ya da başlanğıc formasına birbaşa şəxs sonluğu artırılmalıdır. İkinci şəxsdə isə şəxs sonluğu artırılmaya da bilər. Baxaq B bəndində gecə röyamda görmüşəm. Yenə də burada zaman şəkilçisi var. Görmüşəm bu xəbərdir. C-də D məndən varlısı dünyada varmı? Bax elə görən kimi deyirik ki, görürük də bunu rahatlıqla D əmr məzmununda ifadə edilir. Cavabımız C bəndidir. 5-də direktor dünən səhər tələsə deməli direktor dünən səhər tələsə sinfə daxil olanda şagirdlər artıq onun nə üçün gəldiyini bilirdilər. Sintaktik təhlil edəcəyik. Sintaktik təhlil etmək üçün də ilk növbədə cümləni diqqətlə oxuyub məzmunun başa düşəndən sonra xəbəri tapırıq. Daha sonra isə mübtədanı və digər cümlə üzvlərini. Bu ən rahat yoldur. Bilirdilər xəbərimiz. Deməli, bilirdilər xəbər. Sonra kimlər bilirdilər? Şagirdlər, mübtədamız. Nəyi bilirdilər? Onun nə üçün gəldiyini. Baxın, burada onun sözünün tərkibində yəlik şəkilçisi var. Sözdə də yəlik şəkilçisi varsa, biz mütləq onun mənsubiyyətini tapmalıyıq və mənsubiyyəti ilə birlikdə bir cümlə üzvü kimi təhlil eləməliyik. Hansı cümlə üzvünün sualına cavab verirsə, həmin cümlə üzvüdür. Amma birlikdədir. Yəni, burada nəyi sualına cavab verir? Deməli, yoldaşlar, tamamlıqdır. Sonra, artıq heç, bu ədat, bu heç. Bir də şagirdlər onun nə üçün gəldiyini bilirdilər. İndi növbəti sual çıxır ortaya. Nə zaman? Bu da əlbəttə ki, direktor dünən səhər tələsə sinfə daxil olanda bu da bizim olduğu zaman zərfliyimiz. Belə. Bu da artıq daxil olanda feili bağlamadır. Feili bağlama tərkib əmələ gətirib özündən əvvəl gələn sözlərlə birlikdə bir cümlə üzvü olmalı. Nə oldu cavabımız? Zəflik, mübtəda, tamamlıq, xəbər. C bəndində. 6-da bağlayıcı işlənmiş nümunəni istəyir bizdən. Deməli, çox sözdən, söhbətdən sonra adil israr etsə də geriyə qayıtdıq. Burada bağlayıcı yoxdur, D ədatdır. Sağdan sonra gələn da üstüki ədat olur. Bunu çıxdıq. Və bu formada da həmçinin tabeli mürəkkəb cümlə əmələ gətirirlər. Sağdanla bağlanan. Neysə, burada bağlayıcı yox idi, ədat idi. Sonra 2-də, yəni, ay Fatma qarı, nəvən gəldiyimizi bilmirdimi? Burada bax, kömətin tikisələrimiz yənidir, bu sual ədatıdır, ay, nidadır, bir də axırda mi var, bu da sual ədatıdır, bağlayıcı yoxdur. Mən vaxtında demişdim, o isə məhəl qoymamışdı. Baxın, buradakı isə bizim bağlayıcımızdır, qarşılaşdırma bağlayıcımızdır. Yəni, ancaq mənasındadır, ancaqın sinonimidir. Mən vaxtında gəlmişdim, ancaq o məhəl qoymamışdı. Bu mənada. Sonra, keçirik 7-ci suala. Venn diaqramıdır. Venn diaqramına əsasən verilmiş sözlərin fonetik təhlili ilə bağlı doğru fikirləri istəyir bizdən və biz əlbəttə ki, bilirik ki, sözlərimizin tələffüzünə baxmalıyıq. Xasiyyət sözünün tələffüzü zamanı deməli, birici düşür. Gəlin, yazaq burada səliqənlə. Xasiyyət. Amma uzun tələffüzümüzü də qeyd edirik burada. Uzun tələffüz də var. Sonra xilaskar sözündə isə deməli, yalnız ki, yox, xilaskar yox, burada heç bir dəyişiklik olmayacaq. Kar şəkilçisi dəyişmir. Tələffüz zamanı belə. Tərkibində 3 cingiltili samit var. Bu aiddir. Xilaskara da heç birinə aid deyil. Bir səhvdir. Yəni, xasiyyət sözünə heç aid deyil. Sonra, deməli, bir məqamda yazılışla deyiliş arasında fərq var. Bəli, 2 doğrudur. Bunu götürdük. Kar samitlərin sayı 3-dür. Ortaq fikir kimi deyir. Xasiyyətdə 3 dənədir. Xilaskarda 3 dənədir. Bəli, bu da doğru fikirdir. 3-ü də götürdük. Tərkibində şəkilçinin tələffüzü yazılışından fərqlənir. Şəkilçinin tələffüzünün yazılışından fərqlənməsi ortaq xüsusiyyət deyil. Bir daha qeyd edilir ki, kar heç bir fərq əmələ gətirmir.
Ümumiyyətlə belə qaydada bu karla keş şəkilçiləri bunlar fərqlənmirlər, yəni tələffüzündən. İki cingiltili samitin kar qarşılığı yoxdur. Xilaskar sözü üçün iki dənə cingiltilinin bəli, baxın l-nın və bir də r-nın kar qarşılığı yoxdur. Bu doğru fikirdir. 5-i götürdük. Tərkibində kar samitlərdən biri cingiltili tələffüz olunur. Xilaskar sözündə heç bir fərq yoxdur. Ona görə də 6 səhvdir. Cavabımız 2, 3, 5 Y bəndi. Sonra 8. Uzlaşma əlaqəsinin yaranmasında şəxs sonluğundan istifadə edilmədiyi nümunəni istəyir bizdən. Deməli, vaxt qızıldan qiymətlidir. Görürük ki, şəxs sonluğu var. Xəbərli şəkilçidə var. Dir. Var. Bunu çıxdıq. Sonra mən bu sarayları görmüşəm. Burada da şəxs sonluğumuz var. Səkinə bunu sabah gətirsin. Var. Allahlar əyəni qılınc düzəldir. Bu cavabımız olacaq bizim. Çünki burada şəxs şəkilçisi yoxdur. Yəni düz sözümüzün köküdür. Əl leksik şəkilçimiz, d leksik şəkilçimiz, ir indiki zaman. Şəxs sonluğu yoxdur. Tarix sirləri həmişə gizlətmişdir. Dir şəxs sonluğu. Belə cavabımız D bəndi. Sonra yazı ilə bağlı sualdır. Növbəti sualımız. Düzdür, yazı ilə bağlı sual buraxılış imtahanlarında az istifadə olunur, amma OTK-nın sınağında salıblar. İndi hər ehtimal ola da bilər. Daşdəmirin nağlında yanlışı istəyir bizdən. Daşdəmirin nağlında fikrin nar ilə çatdırılması əşyadan istifadə edib əşyavi yazıda mübtəda xəbər kimi cümlə, ümumiyyətlə durğu işarələridir, sonra bu cümlə özvlərinin işarələridir və s. Bunlar hamısı fikri yazıdır. Bu da düzdür. Çıxdıq. Şirniyyat yox, c qaldı. Deməli, şadlıq evinin üstündəki qoşu üzük şəkli. Fiktografik yazı yox, bu ideografik yazı, yəni fikri yazı olmalıdır. Şadlıq evinin üstündə qoşu üzük şəkli. Yəni qoşu üzük neyinsə bir rəmzidir, simvoldur. Neyin? Deyək ki, ailənin, ailə qurmağın rəmzidir, düzdürmü? Bu ideografik yazıdır, yəni. Yəni fikri yazdı başqa sözlə, şəkli yox. Cavabımız C bəndidir. Digərləri isə doğrudur. Bəli, şirniyyat mağazasının üstündəki tort şəkli yazıya aiddir. Yəni şəkli yazının mahiyyəti ondan ibarətdir ki, sən nəyi görürsənsə onu özün təsəvvür edə bilərsən. Şirniyyat mağazasının qabağında tort görəndə sən nə düşünürsən? Düşünürsən ki, burada tort var da, düzdürmü? Belə. Amma məsəl üçün C bəndində restoranın qabağında qoşu üzük görəndə sən fikirləşmirsən ki, burada üzük var. Üzük satırlar. Yox. O bir rəmzdir, simvoldur. Çıxdıq bunu D-nı da. Y-də isə məktəbin qarşısındakı lövhədə xoş gəlmisiniz yazısı, əlbəttə ki, bunu hərflərlə yazıblar. Hərfi yazdı. Belə və dil qaydaları ilə bağlı sonuncu sual durğu şairləri ilə bağlı. Durğu şairlərinin buraxıldığını istəyir bizdən. Deməli, geriyə çətinliklə geriyə dönüb biz burada bir qoşa nöqtəmizi qoyduq. Sonra oldu, danışaram, qardaş oğlu. Oldudan əvvəl tirə qoyacağıq biz. Çünki vasitəsiz nitqli cümləmiz dialoq şəklindədir. Görürük. Hardan görürük onu? Alt-alta yazılıbdır, yan-bayan yazılmayıb. Yan-bayan yazılsaydı dırnaq işarəsi asacaqdım, tirəni qoymayacaqdım. İndi alt-alta onu da tirə qoyuram. Sonra qardaş oğlu dedi. Qardaş oğlu xitabdır, vergül qoyuram burada. Dedidən də əvvəl vergül tirə qoyulmalıdır. Dedi ilə bağlı. İndi burada normalda, yəni əsasən dedidən sonra da vergül tirə qoyulur. Amma bu cümlədə qoyulmayacaq. Çünki bunun səbəbi ondan ibarətdir ki, burada dedi vasitəsiz nitqin ortasında gəlməyib. Vasitəsiz nitqin içində gəlməyib. Yəni bundan sonra gələn, dedidən sonra gələn vasitəsiz nitqin davamı deyil axı. Yəni bunun dediyi nədir? Oldu, danışaram, qardaş oğlu. Всё, başqa bunun nitqi yoxdur axı. Dedi və atları qamçılayaraq yola düşdü. Bu artıq müəllif sözləridir. Vasitəsiz nitq deyildi. Ona görə də orada artıq heç bir şey qoymağa ehtiyac yoxdur. Belə. Burada bir vergül işarəmizdə oldudan sonra da təbii ki, intonasiyanın tələbinə görə vergül qoyuram. Oldu, danışaram, belə. 2-3 vergül. Keçək mətnimizə baş şəhər. Cahan Pəhləvan Eldəgizlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də, Gəncə də, Beyləqan da əziz idi. Həmədan da, Ərdəbil də, Şabran da gözəl idi. Ancaq Naxçıvana xüsusi diqqət yetirirdi. Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxt buranı özünə sığınacaq edib.
Hələ deyirlər ki, buralara Zərdüştün ayağı deyib, Dədə Qorqudun burada ayaq izləri var. Belə. Ədiblər, alimlər ona danışmışdılar ki, Naxçıvan üzərinə 100 illər boyu gah Romalılar, gah da İranlılar qoşun yeritmişlər və onu dönə-dönə talaya viran qoymuşlar. Alan və Hun köçəri dəstələri də dəfələrlə Naxçıvana soxulmuş, sürüləri, naxırları, ilxıları ələ keçirmiş, adamlarını soyub talamışlar. Hökümdarı atası sağlığında demişdi ki, bu yerlərin sakinləri çox başı bəlalı olmuşlar. Xarici işğalçılar onlara dəfələrlə qanlı divan tutmuşlar. Sənətkarların hazırladıkları göz oxşayan xalçaları, zinət əşyalarını, zəhmətkeş əkinçilərin becərdikləri pambığı, buğdanı, karvan-karvan öz vilayətlərinə daşımışlar. Ancaq xalq yenə özünə gəlib, ayağı qalxıb, dirçəlib. Hökümdar atası Şəmsəddin Eldəgizdən onu da eşitmişdi ki, Naxçıvanda ta qədimdən zərbxanalar olub, burada neçə-neçə hökümdarın adına sikkələr kəsilib. Əlbəttə, bütün bunları Cahan Pəhləvana demişdilər. Kitablardan oxumuşdular. Ancaq hökümdarın öz gözləri ilə gördükləri bir an belə xatirindən çıxmırdı. O qərara gəlmişdi ki, bu yerlərin ulu sahibləri elə Naxçıvanlıların özləridirlər. Bu yerlərin ən məqbul hakimi isə onun mərhum atası olub. Əsasını onun atası qoyan Azərbaycan Atabəylər dövləti bu dağınıq əraziləri öz əlində möhkəm saxlaya bilmişdi. İndi isə tale bu dövlətin gələcəyini ona həvalə etmişdi. Atabəy Şəmsəddin qəflətən vəfat edəndə öz oğulları onun yanında olmasa da vəsiyyət edib ki, varisi böyük oğlu Nüsrətəddindir. Bu yurd ona ata-baba əmanətidir. Hal-hazırda Azərbaycan Atabəylər dövlətinin hakimi odur. Yəni Cahan Pəhləvan biraz da dəqiq deyilsə, Əbu Cəfər Nüsrətəddin Atabəy Məhəmməd Cahan Pəhləvan İbn Şəmsəddin Eldəgiz. O xalqını, dövlətini nöqtələr qədər qoruyacaq, onun üçün əlindən gələni edəcək. Artıq heç bir güc onun xalqına qarşı qəsbkarlıq edə bilməyəcəkdir. Belə. İndi isə mətnimizə deməli baxırıq, mətndə hansı suallara cavab yoxdur. Deməli, birdədir ki, hansı tayfalar Naxçıvana hücum eləyib. Bu suala mətnimizdə cavab var. Mətndə göstərirdi. Qayıdıb bir daha baxsaq, bax, buralarda bir yerdə deyirdi ki, məsəl üçün Romalılar deyir hücum eləyib. Bax, Alan və Hun köçəri dəstələri Naxçıvana soxulub. Ondan əvvəl məsəl üçün deyirdi ki, bax, gah Romalılar, gah İranlılar. Yəni ki, kimlərin hücum elədiyini bilirik. Deməli, bir cavab var. Mən biri götürmürəm. Hansı şəhərdə zərbxana fəaliyyət göstərirdi? Bu Naxçıvandadır, bu da mətndə deyirdi. Orada göstərilirdi. Deyirdi ki, Məhəmməd Cahan Pəhləvana məlum idi ki, bu şəhərdə qədimdən zərbxanalar fəaliyyət göstərir. Mətni oxuyanda gördük ki, orada var bu. Sonra Alan və Hun köçəri dəstələri hansı xalqın nümayəndələri ilə bu haqda heç bir məlumatımız yoxdur. Şəmsəddin Eldəgizin dövlətçilik tarixində rolu nə idi? Bu haqda da məlumat var. Ən azından yəni hökmdar olub orada. Naxçıvanda hansı din xadimləri olmuşdular? Burada heç bir təbii ki, din xadiminin adı çəkilmədi ki, mən deyim ki, hansı olub. Nə bilim hansı olub, mətndə yoxdur. Cavabımız 3-5. 2. Mətndə tünd qərarla verilmiş abzasın sonuna hansı fikir artırısı onun məzmununu qüvvətləndirə bilər? Yoldaşlar, bir daha oxuyuruq. Hökümdarı atası sağlığında demişdi ki, bu yerlərin sakinləri çox başı bəlalı olmuşlar. Xarici işğalçılar onlara dəfələrlə qanlı divan tutmuşlar. Sənətkarların hazırladıkları göz oxşayan xalçaları, zinət əşyalarını, zəhmətkeş əkinçilərin becərdikləri pambığı, buğdanı karvan-karvan öz vilayətlərinə daşımışlar. Ancaq xalq yenə özünə gəlib, ayağa qalxıb, dirçəlib. Bax görək, nə artıra bilərik? Əlbəttə ki, B bəndindəki fikir bu xalqın tarixi onun qürurunun, dözümlülüyünün və iradəsinin ifadəsidir. Ən azından ona görə ki, bu fikri ona görə təsdiqləyə bilərik ki, bu xalq bu qədər hücumlara, işğallara baxmayaraq yenə də özünə gəlib və yəni belə deyək də öz fəaliyyətini davam elətdirib. Yenə də öz ölkəsinin, yəni şəhərin, Naxçıvanı dirçəldib. Deyir ki, ancaq xalq yenə özünə gəlib, ayağa qalxıb, dirçəlib. Digər fikirlər isə bizim
sualımızın cavabı olmazlar. Tam olaraq ona uyğun gəlmirlər. Cavab B bəndidir burada. Sonra 13-cü sual. Mətnin məzmunu ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edirik. Baxaq, Hunlar işğalçı yürüşlər etmişlər. Hun tayfaları və bəli, bu doğrudur. Tayfa və ya şəxsiyyət, hə. Bəli, bu mətndə var idi bu. Mətni diqqətlə baxsaq, ümumiyyətlə, yəni nə fikir varsa bu mətnin içində də, bir balaca mətnin içində də diqqətli olsa adam elə təmiz yazar bunu. Nuh şəhərə özünü iqamətgah etmişdir. Bu siz necədir? Bu təbii ki, sübut etdirilmiş bir şey deyil. Mətndə bu haqda səhv eləmirəmsə var idi. Bircə dəqiqə. Nuh peyğəmbərin adı çəkildi burada. Hə. Bax, deyir ki, bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxt buranı özünə sığınacaq edib. Düzdür, bu cümlə var, bunu deyir. Amma biz dəqiqliklə deyə bilmərik ki, Nuh peyğəmbər yəni oranı özünə sığınacaq eləyib. Bu sadəcə olaraq bəzi din xadimlərinin fikrincədir. Mətndə bunu bir dəqiq bir şey kimi verməyib bizə. Bu bir ehtimaldır, nə bilim bir fərziyyədir, hər nədirsə dəqiq bir fakt deyil, dəqiq bir şey deyil. Bax, belə fikirlər götürmək olmaz. İkini çıxırıq. Sonra 3-də Cahan Pəhlivan Naxçıvana xüsusi diqqət götürür. Bəli, əlbəttə ki, mətndə var idi bu. Cavab 1-3. 4-də istədir ki, Şəmsəddin Eldəgiz Romalılara qarşı mübarizə aparıb. Xeyr. Mətndə də bu haqda heç nə yoxdur. Sadəcə olaraq deyirdi ki, Romalılar hücum eləyiblər Naxçıvana. Qədim zamanlarda, qədim dövrlərdən Şəmsəddin Eldəgiz onlarla mübarizə apardığı sözsüz ki, mətnimizdə yox idi belə bir şey. 4. Doğru fikirləri müəyyən edin. Çətin suallar deyirlər. Cahan Pəhlivanın dövründə tarixlə bağlı məlumatlar mövcud idi. Bəli, çünki tarixçilər deyir, ona deyiblər, danışıblar. Deməli, müəyyən məlumatı var idi onun. Sonra Cahan Pəhlivan Şəmsəddin Eldəgizin yeganə oğlu idi. Mətndə göstərilir ki, bizə Cahan Pəhlivan Şəmsəddin Eldəgizin oğludur. Amma yeganə oğludurmu? Bu haqda heç nə demir bizə. Sonra ata və oğul arasında Naxçıvanla bağlı söhbətlər olmuşdur. Bu da doğru fikirdir. Bir dənə də qaydaq onun fikri. Hə, bax, tünd qərar hərflərlə verilmiş cümlədə yenə də deyir ki, hökmdara atası sağlığında demişdi ki, bu yerlərin sakinləri çox başı bəlalı oldular. Deməli, Naxçıvandan gedir də söhbət. Deməli, ata və oğlun arasında Naxçıvanla bağlı söhbət olub. 1-3, cavabımız A bəndi. Sonra 15. Yoldaşlar, 15-də qarşısında işarə qoymuş sözlərin şərhi. Bir dənə tez qayda mətndə baxaq olaraq. Baxın, hansıları idi? Birinci, bu xanədanı idi ilk cümlədə. Sonra digərləri isə zərbxanalar və sikkələr. Baxırıq. Bizdən nə istəyir? Doğru fikirləri. Oldu. Deməli, birinci nə sözü idi? Xanədan, hə. Yaxın qohum, əqrəba, ailə nümayəndəsi. Yox, təbii ki, yox. Xanədan sözünün mənası bu deyil. Bu sözün leksik mənası, yəni qohumluq hüququna və yaxud vərəsəlik hüququna əsasən taxtda, yəni hakimiyyətdə ardıcıl surətdə bir-birinə əvəz edən hökmdarlar sülaləsidir. Sonra sözün funksiyası da poetik deyildir, informativ, yəni həqiqi mənadadır. Biri də çıxırıq, ikini də çıxırıq, elə cavabımız qalır. Yenə digərlərinə baxaq. Sonra 3-də zərbxana metapol kəsilən yer, bu doğru idi. Funksiyası da təbii ki, həqiqi mənadadır, yəni informativdir. 5-də kəsilmiş zərb olunmuş pul, bəli, o düzdür. Sözün funksiyası poetik yox, informativ idi. 3, 4, 5 cavabımız C bəndi. Sonra keçirik indi açıq suallarımıza. Deməli, açıq suallarımızda 16-cı sualda mətnin tərkib hissələrinə əsasən cədvəli tamamlayın. Giriş hissə, görürük ki, giriş hissəyə aid biz plan bəndi yazmalıyıq. Məsələn, nə deyə bilərik? Deyə bilərik ki, məsələn, Naxçıvana xüsusi diqqət. Biz Cahan Pəhlivanın simasında Naxçıvana qarşı biz xüsusi diqqətin olduğunu mətnimizin giriş hissəsində görürük. Xüsusi diqqət və yaxud məsəl üçün yazmaq olar Cahan Pəhlivanın sevdiyi şəhər və s. Digərində isə plan bəndini özləri verib Azərbaycan Atabəylər dövlətinin gələcəyi haqqında düşüncələr. Bu isə təbii ki, nəticə hissədə bundan danışılırdı. Nəticə hissədə danışılırdı ki, əsas xüsusiyyətlər, baxın, buradan deməli,
Hə, o xalqını, dövlətini qoruyacaq, onun üzərindən gələn edəcək, artıq heç bir güc onun xalqına qarşı qəsbkarlıq edə bilməyəcək. Bu fikirlər deməli mətnin sonunda idi. Sonra 17 mətnə əsasən cədvəli tamamlayın. Obrazımız Cahan Pəhlivan və Cahan Pəhlivanın xüsusiyyəti, obrazın xarakteri, obrazın xarakterini məsəl üçün yazmaq olar ki, məsələn vətənpərvər yazmaq olardı. Vətənpərvər yazmaq olardı. Çünki deyə bilərik ki, vətəninin bütün şəhərlərini sevirdi. Düzdür, orada göstərirdi ki, Naxçıvanı sevirdi daha çox hamısından. Amma buna baxmayaraq o bütün vətənin bütün şəhərlərini sevirdi. Yəni Naxçıvan ona xüsusi bir doğma idi. Amma buna baxmayaraq vətənin bütün şəhərlərini sevirdi. Orada şəhərlərin adlarını da çəkir. Deməli, yəni vətənpərvər idi. Sonra Şəmsəddin Eldəgiz üçün yaza bilərik ki, məsələn, uzaq görən idi. Deməli, uzaq görən. Uzaq görən idi. Çünki məsələn oğullar arasında bir fikir ayrılığı, nifaq düşməsin deyənə Cahan Pəhlivanı varis eləmişdi və s. Hökümlüdür fikrini də yazmaq olar və s. 18 Şəmsəddin Eldəgiz övladının vətənin tarixi barədə məlumatlı olmasını istəyirdi. Biz bu müddianı faktlarla əsaslandırmalıyıq. Birinci növbədə deyə bilərik ki, oğluna Naxçıvan haqqında danışırdı. Bax, bayaqki sualda çıxmışdı qabağımıza. Bunların Naxçıvan haqqında söhbətlər olub. Bu bir. İkinci də məsələn oğlunun təhsilinə önəm verirdi. Onu da belə əsaslandıra bilərik ki, mətnimizdə bir yerdə deyirdi ki, deməli ona deyir ki, əlbəttə bütün bunları Cahan Pəhləvana demişdilər, kitablardan oxumuşdular. Yəni kitablardan oxuyublar bunun üçün. Deməli, nəsə təhsilinə var da bunun. Burada təhsil söhbəti var və oğlunun təhsilinə, yəni Şəmsəddin Eldəgiz Cahan Pəhləvanın təhsilinə önəm verirdi. Bu kimi fikirlərini əsaslandıra bilərik. OTK-nın cavabları belə idi. Sonra 19 bizim üslublarla bağlı müqayisəmizdir. Baş şəhər mətnimiz deməli uşaqlar bədii üslubdadır. Bədii üslubda idi. Digəri isə oxusaz görərsiniz ki, burada elmi məlumatlar daha çoxdur. Elmi üslubda olan bir mətindir. Və indi bunların xüsusiyyətlərini bədii üslub üçün deyə bilərik. Məsələn, obrazlılıq var, emosionallıq var, sözün məcazi mənasından, yəni sözün poetik funksiyasından geniş istifadə olunub və s. Xalq dilinə yaxınlıq və s. Elmi üslub üçün deyə bilərik məntiqlilik, ardıcıllıq, tarixi məlumatlar, burada tarixi faktlar verilib və s. Ümumi ortaq cəhətlər isə baxın funksional üslubdadır. Bunu yaza bilərik. Sonra ədəbi dilin normalarına tabe olmalıdır. Ədəbi dilin normalarına tabe olmalıdır hər ikisi. Ədəbi dilimizin normalarına tabe olmalıdırlar. Hər ikisi ədəbi dilimizin normalarına tabe olmalıdır. Belə. Bu qədər. Sonra 20-ci suala baxırıq. Sonuncu abzasdakı nöqtələrin yerinə mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun söz əlavə eləməliyik. Uyğun ifadə əlavə eləməliyik. Qaydırıq bir daha mətnə. Uşaqlar, burada mətndə deyirdi ki bizə, deməli, hal-hazırda Azərbaycan Atabəylər dövlətinin hakimi odur. Yəni Cahan Pəhlivan, biraz da dəqiq deyilsə, Əbu Cəfər Nüsrətəddin Atabəy Məhəmməd Cahan Pəhlivan İbn Şəmsəddin Eldəgiz. O xalqını, dövlətini. İndi bizə orada sualın şərtində deyirdi ki, elə ifadələr artırın ki, mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun olsun. Mətnimizin üslubu da bədii üslubdadır. Və bədii üslubun da səciyyəvi xüsusiyyətləri əlbəttə ki, məcazilikdir. Biz bura məcazi ifadələr artırmalıyıq. O xalqını, dövlətini məsələn deyə bilərik ki, tutaq ki, əcəl qapını döyənə qədər, yəni ölüm qapını döyənə qədər qoruyacaq, düzdürmü? Və yaxud əcəl canını alana qədər qoruyacaq və yaxud sonsuza qədər qoruyacaq. Bu kimi elə edirik ki, məcazi mənada olan ifadələr olsun. Sonra, yəni biz məsəl üçün ora ölənə qədər deyə bilmərik. Çünki o həqiqi mənalı ifadədir axı. Bizə məcazi mənalı ifadə lazımdır. Belə. Yoldaşlar, növbəti mətnimiz Marsda həyat varmı? Dövrümüzdə astronomiya ilə maraqlanan, bu sahə ilə məşğul olan alimlərin qarşılaşdıqları
Əsas suallardan biri budur. Marsda həyat varmı? 20-ci əsrin ilk illərində Amerikalı professor Jill Levin Marsda həyatın olduğunu iddia etdi. NASA-nın Viking proqramında iştirak etmiş alim bildirmişdi ki, 1976-cı ildə ABŞ-nin eyni adlı kosmik aparatı Marsa enərkən orada bioloji həyat əlamətlərini aşkara çıxarıb. Bunu bu alim bildirib. Sonra alimin dediyinə görə Marsda aparılmış bioloji eksperimentlər göstərmişdi ki, planetin üstündə qazlar mövcuddur və onlar bakteriyalar buraxır. Lakin sonra NASA nümayəndələri Marsda həyat əlamətlərinin mövcudluğunu təsdiqləyə bilməyəcəklərini dilə gətirmiş və Viking proqramı barədə bəzi məlumatları məxfiləşdirmişlər. NASA-nın son tədqiqatları göstərdi ki, Marsın səthini örtən buzların altındakı su bakteriyaların həyatı üçün əlverişli ola bilər. Yer planetində olduğu kimi Marsda da günəş şüaları buzun içinə nüfuz edərək yeraltı hövzələrdə fotosintezi aktivləşdirir. Tədqiqatçılar bildirirlər ki, bu nəticələr yalnız kompüter modelləşdirməsinə əsaslanır və Marsda bilavasitə həyat əlamətləri hələ də aşkar edilməyib. Sonra, tədqiqat qrupunun rəhbəri Aditya Kuller deyir, əgər biz bugün kainatın hər hansı bir yerində həyat əlaməti tapmağa çalışırıqsa, Marsda buz qatının məruz qaldığı ərimə bunun üçün ən uyğun variantdır. Marsın səthi çox soyuqdur və burada suyun maye şəklində mövcud olması mümkün deyil. Lakin buz və toz təbəqələrinin altındakı mühit bunun üçün əlverişlidir. Yer kürəsində də oxşar mühitlər mövcuddur və deməli burada toz hissəciklər və buz birləşərək mikrobların həyatını təmin edən su gölməçələri əmələ gətirir. Yəni buzların altında. Sonra toz günəşdən gələn istiliyi udur, bu da səthin altındakı temperaturu yüksəldir və orqanizmlərin yaşaya biləcəyi mühit yaradır. Bənzər şərtlər Marsda, xüsusən buzun yuxarı təbəqələrinin su cisimlərini radiasiyadan qoruya bildiyi və bununla da fotosintezin baş verməsinə imkan yaratdığı enliklərdə də mövcud ola bilər. Astronomlar hesab edirlər ki, canlı həyatın yaranması üçün potensial mühitlər haqqında geniş anlayış əldə etmək məqsədi ilə Marsın gizli yeraltı sularını araşdırmaq, daha ətraflı tədqiqatlar aparmaq lazımdır. Başlayaq. Deməli, mətnə görə bizdən yanlış fikirləri istəyir. Bir də Marsda astronomik tədqiqatlar aparılıb, əlbəttə ki, mətndə bundan bir xeyli danışdı. Sonra bəzi məlumatlar hamı üçün əli çıxanda bəli, çünki mətndə deyirdi ki, Viking proqramının bəzi məlumatları məxfiləşdirildi. Sonra Marsla bağlı tədqiqatlar zamanı yerlə müqayisələr də aparılır. Bu da doğru fikirdir. Orada yerlə Marsın ortaq xüsusiyyətlərindən danışdı tədqiqatlar zamanı. Marsın səthində mövcud olan yalnız buz deyil. Bu nə deməkdir? Marsın səthində mövcud olan yalnız buz deyil. İndi hər halda bu da doğru fikirdir, ancaq buzdan ibarət deyil. Sonra son tədqiqatlar Marsda canlı həyatın olduğunu dəqiq müəyyən edib, əlbəttə səhvdir. Marsda yerüstü mühit canlı orqanizmin yaranması üçün daha uyğundur. Xeyr, bu da səhvdir. Çünki deyirdi ki, bizə mətndə yerüstü mühit yox, əksinə buz təbəqəsinin altında deyirdi ki, orada buzla toz qarışaraq bakteriyaların yaşaması üçün münbit bir mühit yarada bilər. Mətndə belə deyirdi. Cavab səhv fikirlər 5-6 Y bəndi. Mətnin üslubu ilə bağlı. Deməli, mətnimiz təbii ki, publisistik üslubdadır. İndi baxaq, onun anında qəzet dilinə uyğundur, bunu götürməliyik. Terminoloji ağırlığa malik deyil, bəli, bunu götürməliyik. Yəni, terminoloji ağırlığa malikdir, fikri elmiyə aiddir. Bu aid deyil də, publisistik aid deyil, qəzet dilinə uyğundur, bəli, elə cavab 3-4-dür. Bir də deyirdi ki, birinci abzasda bədii sualdan istifadə edilib. Yox idi birinci abzasda bədii sual. Bir dənə laf baxaq birinci abzasda. Marsda həyat varmı? Belə bir sual verir, amma daha sonra o suala cavab axtarılır. O bədii sual ola bilməz. Və ancaq ixtisas sahibləri üçün anlaşılandır. Ancaq ixtisas sahibləri üçün anlaşılan da olur elmi. Bu elmi deyildi. Belə. Sonra, mətnə görə Jill Levin'in fikirləridir. Bax, deməli, Marsda yeraltı su hövzələrini araşdırmaq lazımdır, yox. Jill Levin'in, gəlin bir dənə qaydaq dediklərini yenidən oxuyaq. İmtahanda da belə eləyirik. Sualımız dəqiq yazmaq üçün mətni qaydırıq əlbəttə ki.
21-ci əsrin ilk illərində Amerika professor Jill Levin Marsda həyatın olduğunu iddia etdi. NASA'nın Viking proqramında iştirak etmiş alim bildirmişdi ki, 76-cı ildə ABŞ-nin eyni adlı kosmik aparatı Marsa enərkən orada bioloji həyat əlamətləri aşkara çıxarıb. Bunlar deyib, indi qayıdırıq tezdən suala. Marsda yeraltı su hövzələri yox idi, belə bir şey deməyib. Marsda günəş şüaları buz qatına təsir edir, bu da yox. Marsın səthində qazlar mövcuddur. Belə bir şey var idi. Bunun davamı da var, alimin dediyinin. Burası da var. Bir alimin, yəni həmin o Levinin dediyinə görə Marsda aparılmış bioloji eksperimentlər göstərmişdir ki, Marsın üstündə qazlar var. Deməli 3 doğrudur. Yoldaşlar, burada 3 doğrudur. 4-də Marsda daha ətraflı tədqiqatlar aparmaq lazımdır. Belə bir şey deməyib və NASA'nın tədqiqatları zamanı Marsda bioloji həyat əlamətləri müəyyən edilmişdir. Bunu da deyib. Cavabımız 3-5-dir. Gəlin 5-ci fikri də bir daha mətnimizdən təsdiqləyək. Hə. 76-cı ildə ABŞ-nin eyni adlı kosmik aparatı Marsa enərkən orada bioloji həyat əlamətləri aşkara çıxarmışdı. Bunu həmin o alim deyib. Alimin dedikləridir də burada. Cavabımız oldu 3-5. Sonra növbəti suala baxırıq. 24. Deməli, mətnlə bağlı yanlış fikir istəyir bizdən. Marsdakı buz təbəqəsi həyat əlamətlərinin tədqiqi baxımından əhəmiyyətlidir. Bəli, ehtimal var ki, onun altında həyat var. Yəni, bakteriyalar var. Mikroskopik həyat var. Sonra Jill Levinlə Küllerin fikirləri ziddiyyət təşkil edir. Bu səhv fikirdir. Olan fikirləri tam ziddiyyət təşkil eləmirdi bir-biri ilə. Sonra günəş şüaları planetləri təsir edə bilər. Bəli, var idi mətndə. Marsın səthi həyat şəraitinin meydana gəlməsi üçün soyuqdur. Bəli, bunu mətndə demişdi. Və Marsda həyatın olması haqqında fikirlər sübut olunmayıb. Bu da səhvdir. Onda deyir, Marsda həyatın olması haqqında fikirlər sübut olunmayıb. Olunmayıb. Yəni, əlbəttə ki, sübut olunmayıb. Daha biz bilmirik ki, Marsda həyat var yoxsa yoxdur, bir dəqiqə. Düzdürmü? Tam sübuta yetirilməyib bu. Sonra 25. Mars mətndə altından xətt çəkilmiş sözlərlə bağlı doğru fikirlər istəyir bizdən. Yəqin ki, 5 dənə söz olar elə, yoxsa baxaq, Baxın, bu hissələrdə də üstündə, sonra buraxır əlamətlərinin dilə getirilmiş və məxfiləşdirilmişdir. Bunu yadda saxlayaq gerək. İndi keçək bu yana. Üstündə, indi mən bu vərəqdən baxacağım. Altından xətt çəkilmiş sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Orada deyir, üstündə sözü səthində sözün əvəz edilsə kontekstə görə daha uyğun olar. Marsın üstündə. Deyir, planetin üstündə səthində. Bəli, səthində olsa bir, yəni daha doğru olar. Biri götürürük. Sonra 2-də xaric edir. Qazlar mövcuddur və bakteriyalar buraxır. 2-də deyirdi ki, bizə sualı buradan oxuyacağam. Deyir, xaric edir sözündən əvəzlənə bilər. Bəli, qazlar mövcuddur və bakteriyalar, onlar bakteriyalar buraxır. Yəni, onlar bakteriyalar xaric edirlər. Bu da olar. 3 əlamətlərinin, Marsda həyat əlamətlərinin mövcudluğunu. Kontekstə uyğun deyil, nişanələrinin yox. Kontekstə uyğundur. Marsda həyat əlamətlərinin hər şey qaydasındadır. 3-ü çıxıram. 4-də dilə getirmiş. Etiraz etməyinə səbəb olmaq qıcıqlandırmaq mənasındadır, deyir 4-də. Əlbəttə ki, dilə getirməyə burada qıcıqlandırmaq mənasında deyil, etirazına səbəb mənasında deyil. Və 5-də deyir ki, məxfiləşdirilmişdir. Sualda isə deyir ki, geniş sürətdə yayılmasına icazə verilməmək, əlbəttə ki, və gizli saxlamaq mənasında əlbəttə ki. 1, 2, 5 cavab A bəndindədir. Sonra 26 açıq suallara baxırıq. Mars və yer, bunları biz Venn diaqramına görə müqayisə etməliyik. Marsla bağlı uşaqlar bir çox fikirlər ilə mətndən yazmaq olar, istənilən qədər fikir var idi. Yəni nisbətən bu rahat sualdır. Məsəl üçün həyatın olduğu sübuta yetirilməyib deyək ki. Və s. ortaq fikir yaza bilərik ki, məsəl üçün bax, həm yerdə, həm də Marsın səthində
buzlar var idi. Sonra deyə bilərik ki, günəş şüaları həmin buzların içinə nüfuz eləyirdi. Yerdə də var idi bu, Marsda da. Sonra yer planeti haqqında da çox şey yazmaq olar. Məsələn, canlı həyat ilk növbədə ağla gələn budur ki, canlı həyat var. Sonra məsəl üçün su maye şəklindədir, bəli, yerə aiddir. Amma Marsda isə suyun donmuş idi. Suyun altında isə mayenin olub olmadığı dəqiq deyildi. Yəni onu yerə yazmaq olar. Sonra 27. Günəş şüaları toz və buzun qarışdığı alt təbəqələrə nüfuz edir. Bunun nəticəsində uşaqlar, bax, bir dəqiqə, buradaydı o. Deyir ki, bizə mətnimizdə dəqiq tapaq onu. Deyir ki, yer planetində olduğu kimi Marsda da günəş şüaları buzun içinə nüfuz edərək yeraltı hövzələrdə fotosintezdə aktivləşdirir. Deməli, burada bunun səbəbimizin nəticəsi yeraltı hövzələrdə fotosintezi aktivləşdirir. Fotosintez yeraltı hövzələrdə. Bunu yazırıq. Sonra ikinci, NASA nümayəndələri Marsda həyat əlamətlərinin mövcudluğunu təsdiqləyə bilmədilər. Bunun da nəticəsində, baxın, o da burada. O da burada. Marsda həyat əlamətlərinin mövcudluğunu təsdiqləyə bilmədilər və nəticədə də Viking proqramı barədə bəzi məlumatlar məxfiləşdirilmişdir. Onu da buraya yazırıq ki, Viking proqramı ilə bağlı, deməli Viking proqramı ilə bağlı bəzi məlumatlar məxfiləşdirilib. 28. Tünd qərərflərlə verilmiş sözlərin kontekstə görə mənasını istəyir bizdən. Uşaqlar, tünd qərərflərlə verilmiş sözlər mətnindən də sizə aydın idi. Deməli, birincisi eksperiment idi. Eksperiment sözünün biz burada yaza bilərik təcrübə, daha sonra sınaq, belə, daha sonra növbəti sözümüz hansı idi? Növbəti sözümüz nüfuz edərək. Aha, deyir ki, Marsda da günəş şüaları buzun içinə nüfuz edərək. Nüfuz edərək, yəni keçərək. Daxil olaraq, sirayət edərək, həmçinin təsir edərək. Bunlar. O birisi isə bilavasitə sözüdür. Üçüncü, o da birbaşa və yaxud da heç bir vasitə olmadan sözləri ilə əvəz eləyə bilərik. Yəni, kontekstə uyğun izahları, mənaları bunlardır. 29. Bax, orada bizim çərçivədə verilmiş sözümüz soyuq söz idi. Daha qayıtmıram mətnə. Deyirdi ki, Marsın səthi çox soyuqdur. Əlbəttə ki, bu həqiqi mənadadır. Yəni, sözün mətndəki funksiyası da deməli informativ funksiyadır. Biz onu təbii ki, məcazi mənada, məsələn, soyuq rəftar, soyuq münasibət və s. Məcazi mənada bu soyuq sözünü işlətməyə nə var ki? Soyuq rəftar, soyuq münasibət və s. yazdıq. Və 30-cu sual, Viking proqramı ilə aid fikirlər istəyəcək bizdən. Orada da konkret mətnimizdə Viking proqramı ilə danışılırdı. Nə bilim, ben yazıram ki, məsəl üçün bəzi məlumatları məxfiləşdirilmişdir. Sonra bioloji, deməli, bəzi məlumatları məxfiləşdirilib. Məsəl üçün tədqiqat qrupunun rəhbəri deməli, adı nədir bunun? Aditya Kulleri idi və s. Və belə. Yox, tədqiqat qrupunun rəhbəri Aditya Kulleri idi. Yox, o bura aid deyil. O son tədqiqatlara aiddir. Onu yazmayaq, o səhv olacaq. Başqa fikirlər yaza bilərik, yəni. Məsəl üçün, elə yazaq ki, deməli, Marsla bağlı araşdırmaları özündə ehtiva edir. Və bu fikir, bir də ki, bəzi məlumatları məxfiləşdirilib. Bu kimi fikirlər. Biz burada Jill Levy'nin dediklərin, yəni Viking proqramına aid bir şey kimi yaza bilmərik. Məsəl üçün, Jill Levy deyib ki, bioloji həyat əlamətləri aşkara çıxarılıb. Bunu sadəcə o deyib də, sırf NASA'nın Viking proqramı qəbul eləməyib ki, yəni bioloji həyat əlamətləri aşkara çıxarılıb orada, yəni orada həyat var. Belə. İnşallah bu sınağımızın da izahı bu qədər. Növbəti sınaqlarda görüşərik. Sağ olun.